Salam, axşamınız xeyir olsun. Mən Zəhra Allahverdiyeva, Dinamik Gənclər Mərkəzinin rəsmi moderatoru, həmçinin Megan Development Center onlayn təlim mərkəzinin rəhbəriyəm. Mərkəzimiz uzun müddətdir fəaliyyət göstərir və rəsmi sertifikatlı təlimlər təşkil edir. Bugünkü mövzumuz bədən dili və sözsüz danışıq haqqında olacaq. Bildiyimiz kimi bədən dili gizli mesajları oxumağı, özünü düzgün ifadə etməyi, həmçinin qarşı tərəfi sözsüz inandırmağın yollarını öyrənir. Bu aspektdən psixoloq, CBT terapist Asiya Azər bugün spiker rolunda çıxış edəcək və öz məlumatlarını bizimlə bölüşəcək. Hər birinizə uğurlar arzu edirəm və xahiş edirəm ki, səsləri bağlı saxlayaq və təlimçimizin nitqini bölməyək. Əgər suallarımız olarsa, chat bölməsində, həmçinin təlimçimiz icazə versə, səslərinizi açıb verə bilərsiniz. Hər birinizə uğurlar arzu Təşəkkürlər. edirəm. Asiya xanım, Təşəkkürlər buyurun. Zəhra xanım. Dostlar, hər birinizin axşamı xeyir olsun. Salamlar. Zəhra xanım məni təqdim etdi. Yetkinlərlə işləyən psixoloq, həmçinin təlimçiyəm. Adətən insan tanıma üzrə təlimlərlə tanıyırlar məni. Yəni bədən dili, psixotiplər, fiziognomika və sair. Ümidvaram hər biriniz çox yaxşısınız. Bugünkü mövzumuz çox maraqlıdır. Çalışacağam ki, təkcə bədən dili yox, danışarkən həmçinin psixotiplərlə əlaqələndirim, fiziognomikanı əlaqələndirim. Mən indi sizlə slayd paylaşacağam. Zəhmət olmasa çata yazarsınız. Siz o slaydı görürsünüzmü, yoxsa yox? Səsi açıb da deyə bilərsiniz. Slaydı görə bilirsinizmi? Bəli. Görünür. Tamam, təmizləyim. Aha. İlk öncə hansısa mövzunu müzakirə edərkən mən tövsiyə edirəm ki, birinci baxaq görək bu niyə var? Məsələn, bədən dili niyə var? Bizə niyə lazım oldu? Necə yarandı? Niyə yarandı? Ona görə baxaq təkamül psixologiyasından. Bildiyimiz kimi nitq birdən yaranmayıb. Nitq sonradan yarandı və bədən dilinin yaşı bərabərdir insanlığın yaşına. Çünki bizim primat atalarımız danışırdı, ünsiyyət qururdu bir-birindən, bədən dilindən, mimikalarla, jestlərlə. Nitq sonradan yaranır. Və biz var olduğumuz müddətdən bəri bədən dili var və təkamül nəticəsində bu daha da inkişaf edib, itilənib. Hər birimizə baxın, burada yazmışam. Uşaqlıqdan hər birimizə bədən dili bilikləri yüklənir. Niyə yüklənir? Çünki bu instinktiv bir məsələdir. Bunu gəlin belə biz müqayisə edək. Baxın, yağış yağanda biz başlayırıq rahatlamağa, yatmaq istəyirik. Bu instinktiv gələn bir şeydir. Çünki primat atalarımızın dövründə yağış yağırdısa bu nə deməkdir? Təhlükə yoxdur. Yağış yağırsa bütün vəhşi heyvanlar çəkilir öz yuvasına və heç bir təhlükə olmur. Rahat şəkildə yata bilərsən, rahatlaya bilərsən və bu indi də bizdə qalıb. Və yaxud da quşların səsini eşitdikdə. Biz niyə rahatlayırıq? Bu da primat atalarımızın dövründən gələn bir şeydir. Quşların səsi gəlirsə, quşlar cəhcəh vurursa, deməli hər şey qaydasındadır və bir təhlükə yoxdur. Quşlar nə zaman susur? Bir vəhşi heyvan gördükdə, bir təhlükə gördükdə və yaxud da ki, hava pisləşməyə başladıqda, bu bizdə qalıb. Təkamül nəticəsində bu bizdə qalıb. Eyni şəkildə bədən dili də. Deməli, danışaq ünsiyyətdə bədən dilinin əhəmiyyətindən, bədən dilinin payından. Baxın, 55% bədən dili, 38% intonasiya və çox maraqlıdır ki, qalan 7%-i sözlər təşkil edir. Bu aiddir biz ünsiyyət qurarkən nə qədər informasiya ötürürük nə ilə və nə qədər qəbul edirik. Bu niyə belədir? Birinci, dediyim kimi, bədən dilindən biz ünsiyyət qururduq. Sonra yarandı intonasiya. Qırıq-qırıq səslərlə başladıq biz ünsiyyət qurmağa və intonasiya ilə tənzimləyirdik ki, nə deməkdir. Sonra da yarandı sözlər. Yəni yaranma ardıcıllığına görə
Bu belədir. Ən axırıncı yaranıb sözlər və biz ən az sözlərlə anlayırıq və informasiya ötürürük. Ən birinci yaranıb bədən dili və biz ən çox bədən dilindən informasiyanı ötürürük və alırıq. Mən çalışacağam ki, nəzəri məlumatlara çox da önəm verməyim, çünki internetdən araşdırıb tapa bilərsiniz. Keçək praktiki məlumatlara. Və bunu da qeyd edim ki, biz niyə? Təkamül nəticəsində birinci bədən dili yarandı. Bu instinktiv bir şeydir. Ona görə biz bədən dilini daha yaxşı qavrayırıq. Bu öz yerində. İkinci bir səbəb də var. Biz dəqiqədə 1000 söz fikirləşə bilirik. Beyində 1000 söz fikirləşir. Amma bu 1000 sözdən hamısı mümkündürmü? Nitqə çevrilsin? Yox. Nitqə maksimum 100 və yaxud da 120 söz maksimum çevrilir. Bəs o qalan 1000 söz nə olur? Verbal nitqə, yəni sözlü nitqə çevrilə bilmədi, amma həmin o düşüncələr çevrildi, bədən dili vasitəsindən ötürüldü, intonasiya vasitəsindən ötürüldü. Yəni belə deyək, düşüncənin sürəti nitqimizi geridə qoydu. Keçək gözlərə. Ümumiyyətlə gözlər çox önəmlidir. İstər bədən dilində, istər bədən dilindən maraqlanmayan bir insan üçün. Təlimdən sonra bir diqqət yetirərsiniz, güzgünün qarşısına keçib öz gözlərinizə baxarsınız və yaxud da yanınızda kim varsa onun gözlərinə baxarsınız. Bizim yaşantılarımız, bizim psixoloji durumumuz bizim gözlərimizdə əks olunur. Ümumiyyətlə bir insanı tanımaq üçün birinci növbədə onun gözlərinə baxmaq lazımdır. Belə deyək, belə bir şablon söz var ki, gözlər yalan danışmaz. Bu şablon olsa da çox doğru və yerində bir sözdür. Yəni bizim yaşantılarımız gözlərimizdədir. Təlimdən sonra bunu yoxlayın. Baxın, görün və bədən dilində də bu çox önəmlidir insanları tanımaq üçün. Baxın, görün. Yaxınlarınızın gözünə baxdıqda nə görürsünüz, necə bir təhlil apardınız və onu reallıqla müqayisə edin. Bunu özünüz üçün məşq edərsiniz. Və göz bu qədər önəmlidirsə, təbii ki, göz təması da çox-çox önəmlidir. Fikir vermisinizmi? Siz ünsiyyət qurarkən qarşı tərəf sizlə göz təması qurmadıqda necə hiss edirsiniz? Sanki bu adam məni dinləmir, diqqəti məndə deyil. Buna görə çox önəmlidir hörmət qazanmaq üçün, diqqətini qarşı tərəfə göstərmək üçün göz təması qurmaq. Bu inamı formalaşdırır, özgüvənin göstəricisidir. Bildiyiniz kimi göz təması qura bilmirsə bir insan, bu özünə inamın, özünə hörmətin aşağı olmasını göstərə bilər, yalan danışdığını göstərə bilər bu insanın və s. Ona görə göz təması çox önəmlidir. Göz təmasından qaçmaq nədir? Hansısa bir həyəcan, təşviş, nəsə bir narahatlığın əlaməti ola bilər, utancaqlığın özünə kapalılığın əlaməti ola bilər, günahkarlıq hissinin əlaməti ola bilər, yalanın əlaməti ola bilər. Məsələn, seanslarımda bəzən elə bir mövzu olur ki, danışan normalda göz kontaktı qura bilir. Amma hansısa bir travmadan danışarkən, hansısa bir önəmli mövzudan danışarkən, hansı ki, orada danışan günahkarlıq hiss edib, ağır bir məsələdir və yaxud orada bir utancaqlıq var, danışan başlayır gözlərini qaçırtmağa. Yəni seanslarımdan təcrübələrimi bölüşürəm sizlə. Ola bilər ki, nədənsə utanır, orada bir günahkarlıq hissi var. Yəni göz təmasından qaçırsa qarşımızdakı şəxs, orada nəsə var. Və deyirik ki, göz təması önəmlidir, göz təması qurmaq lazımdır. Tamam, amma bunun da bir qaydası var. Təsəvvür edin, dik-dik baxırıq kiməsə uzun müddətli. Bu təhdidin əlaməti ola bilər. Bunun da bir qaydası var. Göz kontaktı qurmaq süni bir şəkildə yox da, təbii, sərbəst bir şəkildə olmalıdır ki, bu hörmətin, özünə hörmətin, qarşısındakına hörmətin göstəricisi kimi çıxış etsin, bir təhlükə kimi çıxış etməsin. Və kimsə belə dik-dik baxırsa, çox uzun müddətli göz təması qurursa, bu hətta psixopatoloji bir haldan xəbər verə bilər və yaxud da ki, adam sizi manipulyasiya etmək istəyir. Sadəcə bunu belə deyək, bacarmır. Gözlərin tez-tez qırpılması. Bu nədir? Gözləri tez-tez qırpmaq. Stressin göstəricisi ola bilər.
yalanın xəbərçisi ola bilər. Yəni orada da nəsə var. Bir insan gözlərini tez-tez qırpırsa. Təbii ki, bu bir tik də ola bilər. Buna nəzər yetirin. Ola bilər ki, adamın tiki var. Və yaxud da ki, nəsə narahat edir gözlərini. Yəni bədən dilini yerinə görə analiz etmək lazımdır. Və göz bəbəklərinin böyüməsi. Təbii ki, bunu müəyyən etmək biraz çətin məsələdir ki, görəsən mənim göz bəbəklərim böyüdümü, qarşımdakının göz bəbəkləri böyüdümü, amma belə bir məlumat sevdiyiniz insanı görərkən göz bəbəkləriniz böyüyür. Gözlərin istiqamətindən danışaq. Yuxarı baxmaq. Məsəl üçün, siz danışırsınız və adam yuxarı baxaraq danışır. Belə yadda saxlayın. Yuxarı nədir? Beyin, baş. Bu adam nəyisə düşünür, nəyisə xatırlayır həqiqətən. Yalan danışmır. Olan bir şey xatırlayır, düşünür, elə cavab verir. Və sola baxırsa, sol bizim keçmişimizdir. Sağ gələcəyi təmsil edir. Yəni psixoanalizə görə, rəsm analizində də istifadə olunur bu. Nəysə, sola baxırsa, adam olan bir şey danışır. Nəsə bir xatirə gəlir oradan. Olan bir şey düşünür, xatırlayır və indi danışacaq sizə. Amma yox, adam sağa baxır, danışırsa bu nə deməkdir? Nəyisə uydurur, elə bir şey olmayıb. Hal-hazırda nəyisə uydurur və o uydurduğu şeyi indi danışacaq sizə. Bunu yadınızda saxlayın. Deməli, baş oldu, nəyisə düşünür, düşünərək cavab verir. Sol bizim dedik keçmişimizdir. Keçmişdə olan nəyisə xatırlayır, olan bir şey danışacaq. Yox, sağa baxırsa, deməli nəyisə qurur. Və bunu təhlil edərkən nəyə diqqət yetirmək lazımdır? Adam solaxaydı yoxsa sağ əllidir? Buna diqqət yetirmək lazımdır. Bu dediyim məsələ sağ əllilər üçün aiddir. Sağ əllilər üçün sol keçmişdir, sağ gələcəkdir. Yox, əgər adam solaxaydısa, bu əksinə olur. Solaxay insan üçün sol gələcəkdir, sağ keçmişdir. Zaten atacağım sizə material, narahat olmayın, baxarsınız. Aşağı baxırsa, nədir bu? Aşağı baxmaq, baxın, utancaqlığın əlaməti ola bilər, günahkarlığın əlaməti ola bilər, hansısa bir vicdan əzabı ola bilər, insan çəkir və yaxud da elə insanlar olur ki, fərqi yoxdur. Situasiyadan asılı olmayaraq, bu insan həmişə aşağıya doğru baxır. Küçədə başqa insanlarla, mağazada satıcı ilə, partnyorunla, dostunla kimlə danışsın, bu adam aşağıya doğru baxır, danışır. Göz təması qura bilmir. Təbii ki, burada söhbət gedə bilər özgüvənin, özünə inamın aşağı olmasından, utancaqlıqdan və yaxud da ki, adam itaətkar bir mövqedədir. Psixotipi elədir ki, bu adam itaət etmək istəyir. Hər kəsin yanında belə başı aşağıdır. Təbii ki, bu belə deyək, yaxşı bir şey deyil. Əgər kimdəsə varsa, bunun üzərində işləmək lazımdır. Heç göz kontaktı qurmamaq nədir? Baxın, ilk seanslarımda çox tez-tez təsadüf olunan bir vəziyyətdir. Adam gəlir ilk dəfə, bir seans, 2 seans, göz kontaktı qurmur. Pəncərəyə baxır, otaqdakı hansısa bir əşyaya baxır, nə bilim, kresloya baxır, amma mənə baxmır. Yəni psixoloquna baxmır. Nə deməkdir bu göz təması qurmamaq? Psixoloji məsafə qoyur. Yəni ilk dəfə gəlib adam, hələ ki güvənmir, ona görə bir məsafə qoyur. Hələ ki özünü güvəndə hiss etmir. Və bu seanslarda normaldır. Yəni nədir göz kontaktı qurmamaq? Məsafə. Təhlükəsiz hiss etmir. Və yaxud da ki, gözlərini qaçırdırsa, ki, gah göz kontaktı qurur, gah da qaçırdır gözlərini, tez-tez hərəkət etdirir. Bu da yalanın, nəyisə gizlətməyin bir göstəricisi ola bilər. Deməli, keçək mimikalara və yaxud da ki, mikroifadələr eyni şeydir. Mimikaları ən rahat, belə deyək, tanıya bildiyimiz bədən dili elementi mimikalardır. Və gizlətməsi ən asan olan da mimikalardır. Hansı mimikalar var? Sevinc, kədər, qorxu, nifrət, təəccüb.
Azdan çoxdan bilirik hamımız, tanıya bilirik bu mimikaları. Aaa, amma birazdan deyəcəm ki, hansı halda yalandır mimika, hansı halda manipulyasiyadır, hansı halda doğrudur. Burada diqqət yetirmək lazımdır nəyə? Mimikanın tərifi belədir. Qısa müddətli duyğuları ifadə edən üz ifadələri. Qısa müddətli və yalan doğru olub olmaması da bununla bağlıdır. Deyəcəm birazdan. Bir tərəfli gülümsəmədən danışaq. Elə insanlar var ki, gülür və bir tərəfli gülümsəmə nədir? Ağız əzələləri tamamilə açılmır, bir tərəfə doğru gərilir. Belə. Yəni bir tərəfə doğru gərilir. Bu nədir? Hansısa bir ikrah hissi, qeyri-səmimilik və yaxud da ki, adam ümumiyyətlə lovğa bir adamdır, hər şeyə yuxarıdan aşağı baxan bir adamdır. Vəziyyətə görə. Və elə insanlar var ki, ə, onlar həmişə elə gülürlər. Vəziyyətdən, situasiyadan asılı olmayaraq o insanların gülüşü o cürdür. Biz də gəlirik, çıxırıq fiziognomikaya, yəni üz cizgilərindən, üz quruluşundan insan tanıma sənətinə. Bu insanlara diqqət yetirin. Gözünüzün qabağına gəlsə çox yaxşı olardı belə bir insan. Hər şeyə belə deyək, yuxarıdan aşağı baxan, daha qeyri-səmimi yanaşan və əsl mənliklərini gizlədən bir insanlar olurlar. Və ola bilər ki, insanın ağız quruluşunda, çənə quruluşunda problem var. Bu da ola bilər. Və buna görə deyilir ki, bədən dilini bir məqama görə təhlil etmək doğru deyil. Bir neçə məqam eyni anda olmalıdır. Belə. Biz danışdıq ki, aşağı doğru baxmaq itaətkar mövqeyindən xəbər verə bilər, utancaqlıqdan xəbər verə bilər. Bəs aşağı baxıb gülümsəmək nədir? Bu bir simpatiyanın, belə deyək, flirtin, sevginin siqnalıdır. Yəqin ki, partnyorunuzla danışanda olur belə hallar. Aşağı baxıb gülümsəmək. Bu çox belə deyək, təhlükəsiz, xoş bir mimikadır. Sevginin göstəricisidir, flirtin göstəricisidir. Daha bir mimika var. Biz bunu adlandırırıq gözü yol çəkir. Belə adlanır ki, gözü yol çəkir adamın. Bu gözü yol çəkmək nədir? Ondan danışaq. Boşluğa baxmaq deyək. Adam danışır, boşluğa baxır. Və yaxud da yəqin ki, sizdə də olub. Danışırsınız, boşluğa baxırsınız. Gözünüz yol çəkir. Nədir bu? Hansısa bir problem var, hansısa bir fikir var və beyin tamamilə fokuslanıb ona. Beyin həmin problemin həllindən məşğuldur. Siz fərqində olsanız da, olmasanız da bu arxa fonda o gedir. Və o qədər məşğuldur ki, adam sadəcə olaraq yönlənə bilmir indi və buraya. Qarşı tərəfin danışdıqlarına yönlənə bilmir. Boşluğa baxır. Əslində nədir? Arxa fonda problemin həlli axtarılır. Sonra həqiqi təbəssümdən danışaq. Bunu yəqin ki, çoxunuz bilir bədən dilindən maraqlanan. Həqiqi təbəssümlə yalançı təbəssümü necə fərqləndirək? Baxın, həqiqi təbəssüm olduğu zaman ağız əzələləri hərəkət edir öz yerində və göz əzələləri də, göz ətrafı əzələlər də hərəkət edir və gözün ətrafında kiçik qırışlar yaranır. Baxın burada və göz qıyılır. Bunlar olmursa, o yalançı təbəssümdür. Yalançı təbəssümdə bu arada o gözün ətrafdakı qırışları yaratmaq olmur həqiqətən də. Biraz çətin məsələdir. Buna diqqət yetirmək lazımdır. Qaş çatmaq. Hamımız bilirik, əsəbin, aqressiyanın, stressin əlaməti ola bilər. Bəzi hallarda fokuslanmanın əlaməti ola bilər ki, insan qaşlarını çatır, çünki diqqətini yönləndirmək istəyir nəyəsə. Daha sonra qaş qaldırmaq. Nədir qaş qaldırmaq? Baxın, marağın göstəricisi ola bilər. Təəccübün göstəricisi ola bilər. Bu bildiklərimizdir. Və digər bir məsələ xəbərdarlıq hissi.
Yəni nədir? Özünü yığışdır. Baxın belə. Qaş qaldırmaq bir xəbərdarlıq göstəricisi də ola bilər ki, insan sözlü şəkildə demir ki, özünü yığışdır və yaxud da ki, nəsə mənim xətrimə dəydi. Hərəkətlərinə diqqət yetir. Bədən dilindən bildirir. Qaşını qaldırır yuxarı. Bu da ola bilər. Dodaqları büzmək bildiyimiz kimi ikrahdır, etirazdır, nifrətin əlaməti ola bilər və daha bir məqam üz əzələləri donuqlaşır. Yəni nədir bu? Siz oxumaq istəyirsiniz adam mimikasından nəsə, amma oxuya bilmirsiniz. Nədir bu? Depressivliyin əlaməti. Duyğuları gizlətməyə çalışmaq. Bəzən olur ki, insan bədən dilini bilir, bədən dilini bilən bir həmsöhbətiniz var, tutaq ki, və istəmir ki, sizə nəsə bir məlumat ötürsün. Tərpənmir adam. Nə mimikası tərpənir, nə bədən dili tərpənir. Bu da ola bilər. Və elə insanlar var ki, ümumiyyətlə situasiyadan asılı olmayaraq bu insanın üzündən ifadə oxunmur. Donuq bir ifadəsi var. Həmişə, hər yerdə, hər vəziyyətdə. Bu sonradan yaranan bir şeydir bu arada. Heç kimdə uşaqlıqdan üz əzələləri donuq olmur. Hansı bir situasiyadan sonra yaranır bu? Hansısa bir travmadan sonra yaranır. Əgər ətrafınızda belə bir insanlar varsa, bunu nəzərinizdə saxlayın. Nə zamansa biz nəsə yaşayırıqsa, güclü bir travma. Tutaq ki, mənim bir yaxınım rəhmətə getdi və mən orada güclü duyğular yaşadım, güclü travma yaşadım, əziyyət çəkdim. Mən niyə yaşadım bunu? Aha, çünki orada bir duyğular var idi. Həmin insanı sevirdim, həmin insana dəyər verirdim. Bütün bunlar nədir? Duyğular. Tamam. Psixikanın işləmə mexanizmini deyirəm sizə. Psixika deyir ki, tamam, duyğular var idi, ona görə biz bu günə düşdük. Aha, nə etmək lazımdır? Yəni biz duyğuları bloklayaq. Bloklayaq ki, biz bir də bu vəziyyətə düşməyək. Və nə baş verir? İnsan başlayır donuqlaşmağa. Üzündə heç bir ifadə olmamağa başlayır. Çünki psixika bloklayır həmin duyğuları. Təbii ki, başqa cür bu özünü göstərir sonra bu insanlarda. Hansısa ağrı, xəstəlik, başqa bir simptomlar və s. amma bu başqa bir təlimin mövzusudur. Yəni, üz əzələlərinin donuq olması, depressivlik, hansısa ağır bir yaşantı və yaxud da ki, adam duyğularını gizlətməyə çalışır. Sadəcə bunu bacarmır, professional şəkildə etmir. Daha sonra gözlərin geniş açılması, bildiyimiz kimi, təəccüb, heyrət və yaxud da ki, qorxu, bunun əlamətləri ola bilər. Sonra, deməli, gündəlik necə istifadə edə bilərik bu mimikalardan? İnsanlarla salamlaşanda kolleqalarınızla və yaxud da hansısa bir iş görüşməsinə gedirsinizsə, bir belə deyək, flirtinizlə, partnyorunuzla görüşməyə gedirsinizsə, gülüşünüzə fikir verin. Çünki adamın bədən dili təlimi almasa da, bədən dili haqqında məlumatı olmasa da, bayaq dediyim kimi, doğuşdan hər bir insana bu yüklənir. Bu bədən dili bilikləri və biz buna deyirik, hiss etdim, intuisiyam güclüdür filan. Yox, bədən dili şəklində biz bunu ötürürük sadəcə qarşı tərəfə informasiya. Və dərhal qarşımızdakı insan tuta bilər ki, biz qeyri-səmimiyik, yoxsa səmimiyik. Yəni saxta gülümsəməməyə diqqət yetirin. Deməli, sonra mimikadan. Mimikadan danışdıq. Bəs nə bilək ki, adam yalan danışır, yəni yalandan eləyir bu mimikanı, doğrudur. Çünki belə deyək, jestləri, duruşu falan bunları idarə etmək biraz çətindir və hardasa özünü bildirir. Amma mimikanı gizlətmək çox asandır. Mimikaları idarə etmək çox asandır. Ən rahat budur. Mimikaların bayaq tərifində dediyimiz kimi, mimikalar qısa müddətli olur. 0,5 saniyədən 4 saniyəyə qədər davam edə bilər həqiqi mimika. Yəni qısa davam edirsə,
Bu realdır. Yəni təbii bir duyğulardır. Yalan olan mimika isə hiss edirsiniz ki, biraz çox davam etdi. Elə bil bu biraz çox təəccübləndi. 4 saniyədən artıq çəkdi. Yəni təxmini hesablayacaqsınız. Adam özünü məcbur edir ki, tutaq ki, gülümsəsin, özünü təəccüblü aparsın. 4 saniyədən çox davam edirsə. Və bir də olur ki, 4 saniyə 0,5-dən az davam edir. 4 saniyədən çox davam etmir. Belə deyək, 0,5-dən az. Çox qısa müddətli. Bu nədir? İnsanın gizlətdiyi real duyğuları, real emosiyaları. Məsələn, siz nəsə danışırsınız, tutaq ki, öz uğurunuz haqqında danışırsınız, qarşı tərəfə adam gülür. Xoşbəxt bir üz ifadəsi var, amma bir çox qısa 0,1, 0,3 saniyə elə bir üzündə qəzəb gəldi, təəccüb gəldi. Bu nədir? Bu həqiqi hisslərini göstərir ki, bu adam əslində sevinmir. Bu adam əsəbidir. Bu adam tutaq ki, sizin danışdığınız nəyisə qəbullana bilmir. Çox az davam edirsə. Deməli, nədir dedik? Normal, həqiqi, real mimikalar 0,5 4 saniyə arasında davam edir. 0,5-dən az olarsa, bu həqiqi gizlətdiyi duyğulardan xəbər verir. 4 saniyədən çox olarsa, adam özü bilərəkdən bu mimikanı yaradır. Biraz daha misallar göstərək. Məsəl üçün, mən soruşuram sizdən, xoşbəxtsinizmi? Xoşbəxtsənmi? 1 saniyəlik deyirsiniz ki, hə, xoşbəxtəm. Biri də var ki, hə, xoşbəxtəm. Bu artıq yalandır. Mən özümü məcbur edirəm ki, gülümsüyüm ki, qarşı tərəf düşünsün ki, hə, mən xoşbəxtəm. Və yaxud da deyirəm ki, hə, xoşbəxtəm. Ümidvaram bu arada məni görürsüz. Qaşlarımı çatdım, çox az bir müddət və daha sonra başladım gülümsəməyə. Nə deməkdir bu? Mən yəni ki, xoşbəxt deyiləm. Yəni həqiqi duyğum ola bilər aqressiyadır, nəsə başqa bir qeyri-məmnunluq hissidir. Amma mən məcbur elədim özümü gülümsəməyə. Yəni həqiqi hissim o qaşlarımı çatdığım məqam idi. Bu arada suallarınız olarsa çata yazın və yaxud da ki, özünüzdə qeyd edin. Bitirdikdən sonra mən hər birini cavablamağa çalışacağam. Keçək jestlərə. Jestlər əl-qol hərəkətləridir. Bildiyimiz kimi ən önəmli məqam və bu indi ümumi bədən dili təlimidir. Psixoloqlar üçün bədən dili təlimi biraz fərqli olur. Və orada da var bu açıq ovuc jestləri. Bu şəkildə danışmaq. Bu nə deməkdir? Mən səndən dürüstəm, mən səndən açığam. Bax, nə varsa hamısı ortadadır. Mən səninlə əməkdaşlıq qurmaq istəyirəm və tamamilə açığam. Bu psixoloqların istifadə etdiyi bədən dilində də belədir. Bilmirəm, aramızda psixoloq var yoxsa yox, varsa qeyd edər. Deməli, əgər görürüksə danışan biraz özünə qapandı. Görürüksə danışan nəsə bizə psixoloji bir məsafə qoyur. Psixoloq belə edir və qarşı tərəfi onu ötürür ki, mənim pis bir məqsədim yoxdur. Bax, mən tamamilə sənə açığam. Başqa bir məqam yoxdur burda. Və qarşınızdakı insan bu şəkildə danışırsa, yəni sizdən heç nə gizlətmir, narahat olmayın. Qəlbində nə varsa onu danışır, dürüsttür. Barmaqla göstərmək, bu şəhadət barmağından söhbət gedir. Aqressiyanı bildirə bilər və yaxud da ki, hökmranlıq etmək, yəni biz bu manipulyasiya texnikalarından biridir bu arada, bu şəkildə danışmaq. Bu nəyi bildirir? Mən səndən üstünəm, mən səni idarə edirəm və avtomatik olaraq bu hərəkəti etdikdə sanki qarşımızdakı insan bizim dediyimizi etməyə daha çox meylli olur. Yaxud da kimsə sizlə bu şəkildə danışırsa, fərqi yoxdur bu adamın bədən dili biliyi var ya yoxdur.
Sizin üzərinizdə hökmranlıq qurmağa çalışır. Deməli, əlləri arxada saxlamaq, ümumiyyətlə əlləri gizlətmək deyək. Özünə inamın aşağı olması, gərginlik, fərqi yoxdur, bunu biz əlimizi cibimizdə gizlətdik, arxada gizlətdik. Ümumiyyətlə əlləri gizlətmək, elə baxın, nəyisə gizlətmək və yaxud da ki, adam özünü təhlükədə hiss edir, təhlükəsizlikdə hiss etmir. Ona görə gizlədir. Gərgindir, həyəcanlıdır. Sonra saçla oynamağı deyəcəm daha aydın. Bunun bir çox növləri var. Əlləri qarında birləşdirmək. Bu nədir? Müdafiə. Necə ki, sinədə çarpazlamaq, eyni şəkildə qarında birləşdirmək. Yəni müdafiə, hansısa bir məsafə qoymaq və yaxud da ki, bu arada utancaq insanlarda da olur. Əli qarında birləşdirirlər. Və yaxud da ki, adam nədənsə şübhələnir. Ağıza, buruna, yəni ümumiyyətlə üzə tez-tez toxunmaq nədir? Yalan. Yalanın əlamətidir. Adam yalan danışır, gərgindir və toxunduqca sakitləşir. Ümumiyyətlə biz bədənimizə toxunanda bu bədənə siqnal gedir ki, hər şey qaydasındadır. Hər şey yerindədir, narahat olma. Bu arada aramızda təşviş tutmaları olan və yaxud da panik atakları olan dostlarımız varsa, bu tutmalar əsnasında öz bədəninizə toxunaraq özünüzü müəyyən qədər rahatlaşdıra bilərsiniz. Çünki bu psixikaya bir mesajdır ki, hər şey qaydasındadır. Deməli, əlləri açaraq danışmaq bu şəkildə. Bu nədir? Bu inandırıcılığı artıran bir məsələdir. Kimisi inandırmaq istəyirsinizsə, baxın, bu da manipulyasiya texnikalarından biridir. Bu şəkildə danışa bilərsiniz. Və ya da kimsə sizlə belə danışırsa, yəni ümumiyyətlə əllər açıqdırsa, belə, bu nədir? Yəni mən həqiqi düşüncələrimi, həqiqi hisslərimi səndən bölüşürəm və mənim pis bir niyyətim yoxdur. Bu deməkdir. Daha sonra əllə başı dəstəkləmək, baxın, belə bu şəkildə. Belə normal görsənir ki, hə, adam yoruldu, belə dik durmaqdan. Əlindən başını dəstəkləyir. Tamam. Baxın, elə yoruldu. Əgər həmsöhbətiniz artıq başladı belə durmağa, bu deməkdir ki, adam sıxıldı, yoruldu sizin danışdığınızdan. Ya icazə verin, o da danışsın, ya da ki, mövzunu dəyişin. Və müəllimlər varsa aramızda diqqət yetirin. Şagirdlər sıxıldıqda, yorulduqda, onlar adətən baxın, belə durmağa başlayırlar. Partada belə otururlar. Şagirdlərinizin varsa müəllimlər, təlimçilər, bu şəkildə bilə bilərsiniz. Bu yorğunluğun göstəricisidir, sıxılmağın göstəricisidir. Sonra əllə sinəni göstərərək danışmaq bu şəkildə. Bu nədir? Mən ürəkdən gələn sözləri danışıram səndən, səmimiyəm. Yəni orada bir səmimilik, dürüstlükdən söhbət gedir, yalandan söhbət getmir bu şəkildə. Sonra bu saça toxunmaq məsələsi çox genişdir, ondan danışaq. Kişilərdə və qadınlarda bu biraz fərqli olur. Ümumiyyətlə dediyim kimi, stres olduqda, gərginlik olduqda biz başlayırıq özümüzə toxunmağa, ən çox da saçlara. Kişilərdə bu necədir? Saçı darayırmış kimi bu şəkildə. Bu şəkildə olur. Saçlar barmaqlar saçda gəzdirilir, darayırmış kimi. Bu nədir? Bizim başımızda saçların çıxdığı yerdə sinir ucları var. Biz toxunduqda o sinir uclarını stimullaşdırırıq, başlayırıq rahatlamağa. Və biz başlayırıq rahatlamağa. Qadınlarda bu biraz fərqli olur. Qadınlar stres, gərginlik, əsəb zamanı nə edir? Saçı sanki baxın belə bu şəkildə havalandırırlar. Barmaqları saçın arxasına belə edərək havalandırırlar. Ola bilər ki, baxın, ola bilər ki, adam saç pozub və saçını düzəldir. Ola bilər.
Amma nəyə diqqət yetirmək lazımdır ki, necə bilək ki, adam saçını düzəldir, yoxsa bədən dilindən söhbət gedir? Baxın görün. Əgər məqsəd saç düzəltməkdirsə, barmaqlar baş dərisinə toxunmur. Məqsəd saç düzəltməkdir. Barmaqlar niyə baş dərisinə toxunur? Burada artıq bədən dilindən söhbət gedir. Yox, barmaqlar baş dərisinə toxunmur, sadəcə saça toxunur. Bu o deməkdir ki, adam saçını düzəldir. Və tüklərin dartılması, saçların dartılması. Bir də görürsüz söhbət əsnasında özünüz və yaxud da ki, qarşı tərəf başlayır bu şəkildə xanımlar saçını dartaraq danışmağa və yaxud da ki, bəylər qollarında olan tükləri başlayırlar dartmağa. Yəni bu həmişə baş verirsə xəstəlikdir. Psixotomaniya xəstəliyidir, mütəxəssisə müraciət etmək lazımdır. Yox, söhbət əsnasında hansısa bir məqamda baş verirsə, bu nədir? Adam özünü sakitləşdirir. Dediyim kimi, tüklərin çıxdığı yerdə sinir ucları var və biz ora toxunduqda və yaxud da onu dartıb çıxartdıqda, bu stressə cavab reaksiyasıdır. Stres başlayır azalmağa. Sinir ucları stimullaşır və başlayırıq sakitləşməyə. Amma yenə deyirəm, bu daimi olursa, fərqi yoxdur. Kim nəsə danışanda, danışmayanda, məqamdan asılı olmayaraq bu baş verirsə, bu artıq psixoloji xəstəlikdir. Deməli, çox maraqlı məsələlərdən biri, adətən bunu uşaqlar edir. Sözlərlə baş tərpətmək arasında uyğunsuzluq. Məsəl üçün, uşaq nəyisə sındırıb, soruşursunuz ki, sən sındırmırsan? Deyir, yox, mən sındırmamışam. Yox deyir, amma başı bəli reaksiyasını verir. Yaxud da ki, partnyorunuzdan soruşursunuz, sən məni sevirsən? Deyir, hə də sevirəm də, nəyə soruşursan ki? Baxın, hə deyirəm, amma başım xeyr reaksiyasını verdi. Bunlara da diqqət yetirməyə dəyər. Daha sonra belə bir maraqlı jest var. Başı və qarnı eyni anda qaşımaq. Bu adətən baxın primatlarda da olur, meymunlarda fikir verin. Siz kamera gördükdə və yaxud da bir insan gördük, yeni nəsə gördükdə onlar başlayırlar başını və qarnını eyni anda qaşımağa. Bu nədir? Təəccüb, maraq, bilinməzlik, yeni bir şey və yaxud da ki, adam inanmır. Da ki, nəsə danışırsınız, adam bu jesti qarnını və başını eyni anda qaşıdı. İnamsızlıq, şübhə, belə məqamlar ola bilər. Sonra barmaqlar başın arasında, dirsəklər yuxarıya. Baxın, bu hərəkətdən söhbət gedir. Diqqət, bunu necə yadınızda saxlayın. Baxın, bu hərəkəti etdikdə nəyə bənzədir? Kobranın başı olur ya, bir kaputa bənzər. Ona bənzədimi? Baxın, elə bundan yadda saxlayın. Bu nədir? Yəni, buralar mənlikdir. Buranın hökmdarı mənəm. Buranın idarəçisi mənəm və bütün idarə mənim əlimdədir. İdarəni əlinə almaq, özünü dominant hiss etmək. Belə. Daha sonra. Danışaq. Keçdik. Burada baxım görüm danışmadığımız hansı məqam var. Bunu dedik. Bir də ki, barmaqları masaya döymək. Bu nədir? Gərginlik, sıxılmaq, bezmək. Bunun siqnalı ola bilər. Belə bir məsələ varsa, qarşı tərəfin fikrini soruşun və yaxud da söhbəti dəyişin. Sözü uzatmağa ehtiyac yoxdur, çünki orada bir gərginlik var. Ümumiyyətlə, harasa ola bilər insan danışarkən əllərini bir-birinə çırpır və yaxud da özünə vurur, özünə vura-vura danışır, ya da ki, stola vurur, əlini vurur, barmaqlarını vurur. Kənardan baxanda təhlükəsiz, normal bir şey kimi görsənir. Amma əslində bu nədir? İnsan fiziki zərər yetirə bilər. Hal-hazırda o fiziki instinktlər var, nəyisə vurmaq, dağıtmaq, çırpmaq, o var, amma onu basdırır. Və bununla kompensasiya edir. Tutaq ki, adam
durub nəsə yerə çırpmaq istəyir. Amma olmaz. Neynir? Əlini stola vurur, əlini bir-birinə vurur və yaxud da özünə vurur. Ehtiyatlı olmaq lazımdır bu məqamda. Aha, sonra və satışla bu arada məşğulsunuzsa, satış apararkən açıq ovuc jestindən istifadə edə bilərsiniz, açıq əllər jestindən istifadə edə bilərsiniz. Bu zaman qarşı tərəf bədən dilindən məlumatı olsa da, olmasa da siz onun şüuraltısına baxın bu informasiyanı ötürürsünüz ki, hər şey qaydasındadır, mən doğrunu danışıram, mənə güvənə bilərsən. Keçək posturaya. Postura nədir? Duruş. Bədən dilinin əsas elementlərindən biri. Birinci növbədə biz duruşdan danışırıqsa, təbii ki, dik durmaqdan danışmalıyıq. Özünə inam, daha sonra liderlik, özgüvən və sair. Baxın, bunların göstəricisidir. Çökmüş, əyilmiş duruş nədir? Depressiv halın əlaməti ola bilər, yorğunluq ola bilər və yaxud da ki, itaətkarlıq, özünü zəif hiss etmə və sair belə bir məsələlərin əlaməti ola bilər. Və çox tövsiyə edərdim ki, əgər kimdəsə bu problem varsa, belində, yəni duruşu çökmüş vəziyyətdə olursa, bunun üzərində işləyin. Çünki bu çox lazımlı bir məqamdır. Qarşı tərəfə çox böyük informasiya ötürən bir məqamdır bu duruş məsələsi. Baxın, iş yerində də, şəxsi münasibətlərdə də bu duruş elə bir şeydir ki, özünüz təsəvvür edin. Rəhbəriniz var və onun duruşu dik deyil. Daha bir əzilmiş, zəif bir duruşu var. Necə bir təəssürat yaranacaq sizdə? Buna diqqət yetirmək lazımdır və yaxud da ki, partnyor olsun, şəxsi münasibətlər olsun. Avtomatik bu dik duruş yoxdursa, belə çökmüş bir, əyilmiş bir duruş varsa, qarşı tərəfdə manipulyasiya etməyə istək yaranır. Çünki bu münbitdir. Axı çökmüş duruş nədir? Özgüvənsizlik, itaətkarlıq, zəiflik və əla bir məqamdır ki, mən manipulyasiya edeyim. Sonra bayaq dedik bunu, sinədə qollar çarpazlamaq, psixoloji məsafə, özünü müdafiə və yaxud da qarşı tərəf sizlə razı deyil, nədənsə şübhələnir, maraqdır, belə bir şeylər. Sonra əlləri beldə saxlamaq, bu şəkildə, baxın, əli beldə saxlamaq. Bu nədir? Dominantlıqdır. Bəzi siyasətçilərin duruşunda bunu görə bilərsiniz bu arada. Dominantlıq, sərt mövqe, belə bir şeyləri təmsil edir. Elə insanlar var ki, həmişə normal yeriyəndə də, ayaqüstə duranda da onlar elə dururlar. Burdan siz müəyyən eləyə bilərsiniz ki, bu insanın xarakteri, psixoloji tipi sərt bir adamdır, dominant adamdır. İstəyir ki, hər yerdə, hər zaman onun sözü keçsin. Və yaxud da ki, ünsiyyət zamanı hansısa bir məqamda yarandısa, bu deməli insan sizə manipulyasiya etmək istəyir, üzərinizdə dominantlıq etmək istəyir və s. Başın aşağı sallanması bu bildiyimiz kimi, yəni utanc, özünü günahkar hiss etmək və yaxud da nəyisə gizlətmək, günahkarlıq hissi, vicdan məsələsi, vicdan hissləri və s. belə bir şeylərdir. Deməli, təkrarlanan duruş dəyişiklikləri. Məsəl üçün, mən gah belə dururam, gah belə duracam, gah belə dururam. Tez-tez, çox tez-tez dəyişirəm. Təbii ki, bu göstəricisi ola bilər, diqqət əksikliyi və hiperaktivlik sindromunun əlaməti ola bilər. Başqa bir məqam nə ola bilər? Mən nəsə yalan danışıram. Və yaxud da ki, mən nəsə gərginəm, narahatam, nəsə məni incidir, narahat edir. Və əgər ola bilər ki, aramızda kimdəsə bu DHB var, yəni diqqət əksikliyi və hiperaktivlik sindromu, çalışın bunu idarə edəsiniz. Xüsusilə təlimçisinizsə, müəllimsinizsə və yaxud da psixoloqsunuzsa. Çünki duruş tez-tez dəyişirsə, bu qarşı tərəfə güvən vermir. Avtomatik olaraq siz onun şüuraltına bir dürüst deyiləm mesajını ötürürsünüz. Sonra
Oturaq vəziyyətdə ayaqlarının üst-üstə atılması. Bu nədir? Bu rahatlığı bildirə bilər bir tərəfdən. Bir tərəfdən də qapanma hissini bildirə bilər. Buna sadəcə diqqət yetirmək lazımdır ki, başqa hansı əlamətlər var. Tutaq ki, adam ayağını ayağının üstünə qoyub, amma bütün bədəni bizə tərəfdir. Bizə tərəf yönlənir. Bu o deməkdir, adam özünü rahat hiss edir. Ola bilər ki, adam ayağını ayağının üstünə qoyub, bizdən tamamilə əks istiqamətdə durur. Və yaxud da ki, bir çıxış qapısı varsa, qapıya tərəf yönlənir. Bütün bədəni, ayaqları. Bu nə deməkdir? Özünü rahat hiss etmir. Oradan çıxıb getmək istəyir. Deməli, praktiki vəziyyətlərdə necə istifadə etmək olar, necə idarə etmək olar bu duruş məsələlərini? Müsahibəyə gedirsinizsə, mütləq şəkildə dik durmağa diqqət yetirin, amma yenə deyirəm, bunu çox süni şəkildə yox, təbii bir şəkildə olmalıdır. Və yaxud da baş azca yana əyilə bilər. Bu arada manipulyasiya texnikalarından biri sizə bonus məlumat. Qarşı tərəfin jestlərini, duruşunu təkrarlamaqla siz aynalama eləyirsiniz və bu aynalamanı etdikdə həmin insanın inamını qazanmaq, güvənini qazanmaq daha rahat olur və gələcəkdə siz o insana istədiyinizi daha rahat şəkildə etdirə bilərsiniz. Çünki bu nədir? Şuuraltıya belə bir mesaj ötürülür. Bu adam mənim hərəkətlərimi təkrarlayır. Deməli, məndəndir, mənimkidir. Mənlə eyni fikirdədir. Və siz neylədiniz? Adamı manipulyasiya elədiniz, özü də hiss etmədən şuur altına nəyisə yazdınız. Aha. Sonra hansısa bir münaqişədəsinizsə, nəsə bir konflikt yaşayırsınızsa, qollar sinədə, baxın, sinədə belə çarpazlanıbsa bu duruş. Çalışın çox da belə deyək, davam etməyəsiniz o söhbəti. Çünki bu adam qapanıb, sizin dediyinizi ümumiyyətlə eşitmir. Sizin dediyinizi ümumiyyətlə anlamır və maraqlı deyil. Hər cür sizdən gələn informasiyaya qapalıdır. Yəni mənasız bir münaqişədir. Ondan sonra gözləyin, hər iki tərəf biraz sakitləşsin. O sinədəki çarpaz açılsın. Bu şəkildə davam edin mübahisəyə. Daha sonra başın biraz çənənin yuxarı olması, dik duruş, çiyinlər müəyyən qədər biraz arxaya. Bu şəkildə dursaz, lider kimi görsənə bilərsiniz, sahibkar kimi görsənə bilərsiniz və xüsusilə vacibdir bu təlimçilərə, müəllimlərə, aramızda sahibkar varsa, hansı bir rəhbər varsa, onlar üçün çox vacibdir. Aha. İndi biz tapşırıqlara keçəcəyik. Bu tapşırıqlar sadəcə olaraq biliyi möhkəmləndirmək və öyrəndiklərinizi yoxlamaq xarakteri daşıyır. İstəyərəm suallara vaxt ayıraq. Kimin sualı varsa səsini açıb səsləndirə bilər və yaxud da ki, chat bölməsində yaza bilər. Ya da istəyirsinizsə biz tapşırıqları edək. Sonra keçək sual-cavaba. Necə düşünürsünüz? Ben bir şey soruşmaq istəyirdim. Buyurun. Səma xanım, buyurun. Gülümsəmə 4 saniyə olanda məsələn gerçək olur. Yəni 4 saniyədən fazla, yəni çox olanda yalan gülümsəmə olur da, yəni. Məsələn, olur ki, insan xoşbəxt olur, həqiqətən olduğu yerdə həmin andan çox xoşbəxt olduğu üçün 4 saniyədən çox ola bilir. Yəni o Əlbəttə. gülümsəmə bəs elə bir şey ola bilər. Bəli, ola bilər. Ola bilər adam çox onu həddindən artıq xoşbəxt edən bir xəbər alıb və gülümsəmə biraz uzun müddət çəkir. Bu da ola bilər. Nədən söhbət gedir?
Söhbət əsnasında görürsüz ki, əslində bu gülümsəmə bu qədər davam edəcək bir gülümsəmə deyildi. Çox xoşbəxt olursa təbii ki, bir saniyədə Sadəcə təhlil var. yaşadığı anın xoşbəxtliyini yaşayır. Həmin anda məsələn sual verilirsə, o gülümsəmə var idi zaten üzdə. Yəni eyni vaxtda sualla gülümsəmə üst-üstə düşəndə məsələn şahid olmuşam. Yəni ola bilər ki, o gülümsəmə də yəni mən bəlkə də elə bilirəm ki, həmin anın xoşbəxtliyini yaşayıb qarşımdakı insan. Təbii ki, ola Yoxsa bilər. ola bilərmi elə, ola bilməzmi? Ola bilər, ola bilər. İstisnalar həmişə var. Ümumiyyətlə və bədən dilində də digər məqamlara da diqqət yetirməlisiniz. Tutaq ki, mimikaya diqqət yetirdinizmi? Ola bilər adam gülür, tutaq ki, qollarını çarpazlayır. Əsl duyğularını gizlədir. Və yaxud da ki, gülümsəmə məsələsində dediyim kimi göz ətrafı qırışlar olur. Onu yalançı gülümsəmədə yaratmaq mümkün olmur. Ancaq əsl gülümsəmədə ortaya çıxır. Yəni bir məqamla yox, hər şeyə diqqət yetirin. Başa düşdüm. Bəs qarşıdakının manipulə elədiyini, yəni onu da hərəkətlərlə rahat-rahat başa düşə bilərik. Sizi manipulyasiya etdiyinimi? Bəli. Bəli. Düşünürəm ki, başa düşəcəksiniz bu təlimdən sonra. Çünki artıq bildiniz nədir. Aha, aha. Aha, çatı oxuyuram. Cəmilə xanım yazıb desən, yuxarıdan aşağı baxmaq bu elə öz-özlüyündə əslində bildirir nədir? Yəni yuxarıdan aşağı baxmaq, lovğalıq mövqeyi, ə, belə. Yəni adam özünü daha dominant görür, daha hökmran görür. Diana xanım, bəli, kompüterim Huawei idi və bu kompüterlərdə kamera yuxarıda deyil, aşağıda olur. Klaviatura tərəfdə. Ona görə. Təşəkkür edirəm fikrinizi bildirdiyiniz üçün. Fərman bəy, özünüzdə yoxsa qarşı tərəfdə? Aysu xanım, əla. Çox sağ olun Zoom kullanıcısı. Tamam. Tapşırıqları edək. Baxıram, görürəm ki, tapşırıqlara maraq var. Qayıtım mən ekrana. Zəhra xanım, bir dənə deyərsiniz, ekran görünür. Bax, sonra praktik vəziyyətlər bu görsənir. Tamam. Aha, keçək indi tapşırıqlara. Bu videoya baxın. Burada iki variant var. Kişi qadına fiziki zərər yetirə bilər. Və yaxud da ki, qadına zərər yetirmək istəyi yoxdur. Hansı doğrudur? Yenidən qoysun. Xəta yaza bilərsiniz. Səsi açıb fikirlərinizi bildirə bilərsiniz. Baxın, burada kişi nə edir? Əlini bir-birinə çırpır. Bayaq dedik, nə idi bu? Fiziki şiddət etmək istəyirsə adam, bunu bastırırsa başlayır özünə vurmağa, stola vurmağa və s. Kim ki yazıb ki, orada kişi qadına zərər verə bilər, bu doğru variantdır. Slaytda burada səhvlik gedib, əslində bu doğru yanlış cavabı göstərir elə. Amma növbəti sualda belə bir şey yoxdur. Ümidvaram. Aha. Deməli, növbəti sual. Necə düşünürsünüz? Kişi qadının dediklərindən razıdır, yoxsa qadının dediklərini dinləmək belə istəmir? Hansı variant doğrudur sizcə? Bir də göstərim. Doğru cavab deyil. Burada doğru variant B variantıdır. Qadının dediklərini dinləmək belə istəmir. Çünki niyə? Baxın, dedik ki, qollar çapazlamaq. Nə idi? Adam qapalıdır. Dinləmək belə istəmir. Öz dediyinin üstündədir.
Kim ki B variantı yazıb doğrudur. Növbəti suala keçək. Aha, burada kişinin məqsədi özünü sadəcə ifadə etməkdir, heç bir təhlükə yaratmır, yoxsa bu kişi qadına zərər vermək istəyir? A yoxsa B variantıdır sizcə? Hı. Burada cavab A variantıdır. Kişi qadına heç bir təhlükə mənbəyi kimi çıxış etmir. Heç bir təhlükə yaratmır. Qadına zərər vermək də istəmir. Nəyə görə? Baxın, yenidən qoşulan videona baxın. Kişinin əllərinə baxın. Necə açıqdır. Görürsünüzmü? Əllər açıq və hətta qadın onu itələdikdən sonra, onu tutduqdan sonra belə əllər açıq vəziyyətdədir. Görürsünüzmü? Bu nədir? Yəni nə varsa ortadadır. Bax, mən sənə heç nə gizlətmirəm. Sənə zərər vermək kimi bir fikrim yoxdur. Tamammı? Kim ki A yazmışdı, doğrudur. Növbəti suala keçək. Hansı doğrudur sizcə? Sağdakı qadın, bu qara köynəkli qadın gərgin və həyəcanlıdır. Yoxsa sağdakı qadın oradan getmək və müsahibənin tez bitməsini istəyir. Hansı doğrudur sizcə? Bir də qoşun. Aha, burada doğru cavab kiçik bir çaşdırıcı sual idi. Hər iki variant doğrudur. E, Bu sağdakı qadın gərgin və həyəcanlıdır. Niyə? Çünki baxın, əllərinə baxın. Yetirin. Əllərinə toxunur, özünə toxunur bu şəkildə. Yəni hər şey qaydasındadır. Özünü sakitləşdirməyə çalışır. Və buradan getmək istəyir. Ayaqlarına baxın. Ayaqları ə, əks istiqamətdədir. Həmsöhbəti tərəfə deyil, digər tərəfə yönlənib. Bu da nə idi? Əgər bədən, ayaqlar digər tərəfə yönlənibsə, oranı tərk etmək istəyir adam. Sonuncu, qadın kişini sizcə burada ciddiyə almır variantı doğrudur, yoxsa qadının kişiyə deyə bilməyib gizlətdiyi nələrsə var. Bir də qoşun və cavabı deyəcəm. Yenə bu da çaşdırıcı suallardan biri idi. Hər iki variant doğrudur. A variantı niyə doğrudur? Qadının mimikalarına diqqət yetirin. Qadın əsəbidir, amma çox kiçik, çox az bir müddət olur ki, qadın gülür. Baxın. Baxın burada. O tez özünü yığışdırır. Bir neçə saniyə oldu və tez özünü yığışdırdı. Yəni ciddiyə almır. Bir təhlükə kimi görmür. Gülür sadəcə olaraq. Yəni qarşı tərəf baxın ona bir əsəbləşir, özünü hökmranlıq etməyə çalışır, özünü ifadə etməyə çalışır, amma qadın gülür. Yəni biz də dedik ki, qısa müddətli mimikalar nə idi? Həqiqi gizlətdiyi hisslər. B variantı ona görə doğrudur ki, qadın baxın, əlini cibindən çıxartmır. Hətta o sol əlini də cibinə salır. Əli gizlətmək cibdə, arxada fərqi yoxdur. Nə idi? Nə isə gizlətmək deməkdir. Tapşırıqlardan bu qədər. Ümidvaram. Yaxşı keçdi sizin üçün. Bol-bol məlumat əldə etdiniz, faydalandınız. Başqa bir sualınız, sözünüz varmı mənə? Təlimlə bağlı. Siz sağ olun, Əzizə xanım. Hətta oxuyun. Əla, demək olar ki, hamı doğru cavabları verib. Aha. Quzu kimi kişi. Maraqlı
cümlədir Fərman bəy. Əgər bir sualınız, sözünüz yoxdursa mənə, biz yekunlaşdıraq təlimi. Hər birinizə təşəkkür edirəm. Siz də özünüzə təşəkkür edin. Çünki bu axşamınızı boş keçirmədiniz. Əlavə Təşəkkür suallar yoxdursa, təlimi yekunlaşdıraq. edirəm. Dəvətimizi Sağ qəbul olun. etdiyiniz üçün minnətdarlığımızı bildiririk. Çox gözəl, faydalı bir təlim oldu. Düşünürəm ki, qoşulan üzvlər də çox şey qazandılar və bilmədikləri mövzularda bədən dili ilə bağlı xeyli məlumatlar əldə etdilər. Hər birinizə Ümidvaram. uğurlarınızı diləyirəm. Gecəniz xeyrə qalsın. Rəsmi sertifikatla Xeyrə bağlı qarşı. yerləşdirdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Gecəniz Gecəniz xeyir. xeyrə. Sağ olun.